Bu açıldığında telefonlarımızda bizdə müəyyən məhdudiyyətlər olur deyə oyunlarda FPS düşüşü yarana bilər və bəzən oyundan qəribə səslər də gələ bilər. Dostlar, bütün oyunlarda yüksək FPS almaq üçün mükəmməl ayarlar göstərəcəm. Mütləq diqqətlə baxın. Bəli dostlar, ilkin olaraq Android telefonumuzda biz idarə etmə mərkəzini aşağıya doğru çəkməliyik. Bəli, gördüyünüz kimi mən də aşağıya doğru çəkdim və görürsünüz ki, burada hər cürə funksiyalar var. Bluetooth var, megabyte var, daha sonra konum var, ondan əlavə olaraq giriş nöqtəsi falan var. Gərəksiz nə açıqdırsa, istifadə etmədiyiniz nə açıqdırsa, mütləq bunu bağlayın və əlinizi belə öyrəşdirin ki, istifadə etmədiyiniz şeyləri həmişə bağlayın. Məsəl üçün Bluetooth-dur, mahnı falan göndərmirsinizsə bir-birinizə, bunu mütləq bağlı saxlayın. Daha sonra konumdur, ondan əlavə başqa şeylər var. Mütləq bağlı saxlayın. Baxın, məndə Wi-Fi-dir, nə bilim, avtomatik parlaqlıqdır, belə şeyləri işlədirəm deyə açıqda, amma digər şeylərin hamısını bağlamışam. Dostlar, bundan əlavə olaraq burada baxın, batareya qənaəti deyə bir şey var. Açım göstərin. Baxın, açdığımızda bu rəngdə sarı olur. Bu açıldığında telefonlarımızda bizdə müəyyən məhdudiyyətlər olur deyə oyunlarda FPS düşüşü yarana bilər və bəzən oyundan qəribə səslər də gələ bilər. Yəni baxın, həmin səslərin falan gəlmə səbəbi buna görədir. Mütləq batareya qənaəti falan açıqdırsa onu da bağlayın. Bundan əlavə olaraq burada baxın, konum göstərdim mən sizə, məkan yazılır. Bunun üstündən sıxıb saxlayın. Bu açılır, görürsünüz ki, burada məkan müraciəti yazılıb. Baxın, belə olanda açıqdır deməkdir. Burada da görünür. Bəzən amma üstdə görünməsə belə bu arxa planda açıq qalır. Ona görə də üstündən sıxıb saxlayın. Gəlin buradan məkan müraciətində ayrıca bağlayın. Yoxsa bu da donmalara, az öncə qeyd etdiyim səsin gəlməsinə səbəb ola bilər. Və dostlar, onu qeyd edim ki, bu göstərəcəyim ayarlar yalnız PUBG üçün yox, bütün oyunlar üçün keçərlidir. Adi Brawl Stars belə oynayırsınızsa, bu ayarları mütləq edin telefonunuzda. Bəli dostlar, ikinci diqqət etməli olduğumuz ayarlardan biri, gəlin buradan çıxaq və telefonumuzun ayarlarına girək. Gördüyünüz kimi ayarlara daxil oldum. Ən üstdən telefon haqqında bölümünə girirsiniz və burada baxın, yaddaş var. Bu bölümə girirsiniz. Bəzi dostlar Android telefonlarda telefonun yaddaşı dolu olduğunda bu avtomatik telefona donma verir. Yəni nə oyunu oynasaz, adi video belə çəkəndə telefon pis vəziyyətdə donur və yəni bu da FPS-in düşməsinə səbəb olur. Ona görə də çalışın telefonunuzun yaddaşını boş saxlayın. Mən burada telefonda şəkillərimizi, videolarımızı və yaxud da gərəkli lazımlı fayllarımızı silməməyimiz üçün ayarlar göstərmişəm. Bir də elə şeylərinizi silməyəcəksiniz. Telefonun özünün daxilində gizli fayllar var. Onları tapıb siləcəyik. Telefonda yer açılacaq. Dostlar, baxın, bunun üçün sizə görə yaxşı bir video çəkmişəm. Baxın, yaddaş təmizləyin plus 35 GB yer açılacaq deyə bir videomuz var. Hazırda baxın, bu dəqiqə sağ üst tərəfdə çıxdı. O videoya mütləq baxıb yaddaşınızı rahat bir şəkildə təmizləyə bilərsiniz. Yəni bu da bir FPS artırmaq yoldur. Çalışın telefonun yaddaşını boş saxlayın, çox doldurmayın. Gəlin indi keçək digər ayarlarımıza. Bəli dostlar, daha sonra bu yaddaş bölümündən geri çıxırıq, çünki ayarlar lazımdır bizə. Buradan biraz aşağıya doğru sürüşdürüb ana ekran deyə bir şey var, onu tapmalıyıq. Baxın, əsas ekran yazılır. Bəzi telefonlarda ana ekranda ola bilər bu. Burada deməli sistem naviqasiyası deyə bir şey olmalıdır. Baxın, məndə var, sistem naviqasiyası deyə gəlir. Gördüyünüz kimi mən telefonu belə idarə edirəm. Baxın, belə iPhone-lardakı kimi girib çıxıram proqramlara. Amma biri də var, belə aşağıda alt tərəfdə 3 dənə düymə olub, ona basıb çıxırsınız. Baxın, gördüyünüz kimi çıxma düyməsi ortaya basanda da belə çıxır, daha sonra digəri də var. Yəni belə də idarə edə bilərsiniz. Amma bu jestlər yazılan var, bu altda xətt olur, ayrıca cizgi. Bu xətt olan daha yaxşıdır. Oyunlarda FPS-in artmasına səbəb olur. Necə olur o da? Ekranınız biraz da genişlənir deyə telefon o görüntünü daha yaxşı işləyir. Ona görə də əlinizi öyrəşdirə bilirsə, bu düymələrdənsə bu xəttin olması daha yaxşıdır. Buna da keçə bilərsiniz. Görün, əliniz öyrəşirsə, ən azı 10-15 FPS fərq edəcək. Ona görə də bunu mütləq göstərdim sizə. Siz də bunu mütləq telefonunuzda tətbiq edin, əlinizi öyrəşdirə bilsəz. Və dostlar, daha sonra yenə ayarlara geri çıxın, yəni ayarların ana səhifəsinə gəlib biraz aşağıya doğru sürüşdürün və burada gizlilik qoruması deyə bir şey var. Baxın, bu yerdədir. Buna daxil olacaqsınız və yenə buradan aşağıya doğru sürüşdürəcəksiniz və xüsusi icazələr deyə bir şey var. Bunu mütləq tapın və burada biraz aşağı sürüşdürdükdən sonra istifadə girişi deyə bir şey var. Bunu ayarların ən üstünə də yazıb tapa bilərsiniz. Çünki eyni şey çıxacaq onsuz. Burada biz bəzi proqramlara əlaqəni kəsəcəyik. Bunlar da bizim telefonumuzu həm dondurur, həm də ki oyunlarda dona işləməsinə səbəb olur. Baxın, ən üstdə elə Get Apps var. Bunu bağlayaq ki, bunu biz nə edirik? Onsuz Play Store var da. Bu proqram lazımsızdır. Baxın, burada deyir ki, istifadə girişinə icazə verin. Bu açıq olacaq. Mütləq bağlayın. Baxın, mən də bağladım. Geri çıxaq, burada sizdə Trendyol olacaq, Temu olacaq. Yəni əlaqəsiz proqramlar olacaq. İndi məndə yoxdur deyə görünmür. Bağlayın bunlar. Baxın, misal üçün
tətbiq kassasıdır. İstifadə etmirsinizsə bunu bağlayın. Mən istifadə edirəm, addımımı falan saymasını istəyirəm. Ona görə bağlamıram, amma mütləq Temudur, Trendyoldur, bunları 100% bağlayın. Yəni belə. Bunları bağlayın, görəcəksiniz ki, FPS-ə yenə fərq edir bu da. Və yenə dostlar, buradan da geri çıxın, gəlib girəcəyik biz burada batareya bölümünə, yəni ayarlardan batareya bölümünə daxil olacaqsınız. Sizin telefonunuzda burada dəncəli və yaxud da batareya qənaəti falan olacaq. Yenə qeyd edirəm ki, burada da baxın, o batareya qənaəti bölümü seçili olmasın. Baxın, məndə də ikisi də bağlı görünür. Dəncəli məndə yazılmayıb, ona görə göstərə bilmirəm. Dəncəli falan yazılıbsa keçirdin, ona o daha yaxşı olacaq. Yəni, və bundan əlavə olaraq sağ üst küncdə kiçik bir ayarlar loqosu var. Buna basın və burada görəcəksiniz ki, cihaz kilitləndiyində mobil interneti bağla deyir. Burada siz 30 dəqiqə olaraq seçə bilərsiniz. Yəni, telefon ekranını kilitə salacaqsınız. 30 dəqiqədən sonra sizin üçün mobil interneti bağlayacaq. Onun altında da cihaz kilitləndiyində keşi təmizlə deyir. Bu da telefonunuzun RAM-ını təmizləyəcək. Baxın, mən 5 dəqiqə qoymuşam. İstəsəz 1 dəqiqə də qoya bilərsiniz, 10 da qoya bilərsiniz. Yəni bu istəyinizə bağlıdır, amma bunu da aktiv edin ki, telefonu siz işlətməsəz belə arxa planda telefon öz-özünü təmizləyir. Yəni çox qəşəng funksiyadır bu da. Və yenə dostlar, buradan geri çıxırıq, ayarların ana səhifəsinə gəlirik. Burada baxın, tətbiqlər var. Bura daxil oluruq. Bir dəqiqə səhv getdim. Tətbiqlərə giririk və ən üstdə baxın, tətbiqləri idarə et deyə bir şey yazılıb ikinci sırada. Buna daxil oluruq. Ən üstdə sağ küncdə 3 nöqtə var. Buna basırıq və burada sistem xidmətlərini gizlət yazılıb. Məndə amma siz ora basın, sistem xidmətlərini göstər olacaq. Məndə göstərir deyə gizlət yazılıb. Ona vuracaqsınız və bütün proqramlar burada görünəcək. Üstdə baxın, tətbiq axtar yazılıb. Bura basın və bura yazın ki, batareya yazın, çıxacaq. Baxın, gördüyünüz kimi batareya və performans yazılıb. Yəni eyni şeydir burada. Üstünə klikləyin, belə gəlməlidir. Sizdə göy rəngdə, yaşıl rəngdə batareya işarəsi olacaq. Buradan gəlin və baxın, məlumatları təmizlə yazılıb. Buna baxın, birinci keşi təmizləyə vurun, sonra da məlumatları təmizlə gəlməlidir. Baxın, bütün məlumatları silinsin deyir. Buna kliklədiniz və bu ayarı etdikdən sonra heç bir şey silinməyəcək. Bundan birincisi narahat olmayın. İkincisi də nəzərinizdə saxlayın ki, oyunlar yağ kimi işləyəcək. Çünki mənim özümün belə telefonumda adi Brawl Stars oyunu belə donurdu, kasırdı tüklər demişkən. Bunu edəndən sonra oyun qalxdı 60-90 FPS-lərə. Yəni çox yaxşı funksiyadır. Bundan sonra görəcəksiniz ki, həqiqətən də fərq edir bu sizə. Və yenə dostlar, buradan arxa plana 1-2 dəfə çıxın. Burada yenə proqramlar bölümündə, yəni baxın, az öncə girdik burada tətbiqlər bölümündə bir dənə də funksiya göstərəcəm sizə. Burada ən altda baxın, tətbiq kilidinin üstündə icazələr var. Bura daxil olun və burada arxa planda avtomatik başlatma deyə bir şey yazılıb. Buna girin və burada baxın, görürsüz, açıq-aşkar hər şey bilinir. Arxa planda avtomatik başlatma o deməkdir ki, siz telefon misal üçün söndürmüsüz, yenə səhər oyanırsınız, telefonunuzu qoşursunuz. Telefonu qoşan kimi burada açıq hansı proqram varsa öz-özünə başlayır arxa planda işləməyə. Bu da bizim telefonumuzu dondurur, oyunlarda donaraq işləməsinə və o videonun başında qulaq asdırdığım səs var ha, o səsin gəlməsinə səbəb olur. Ona görə də burada istifadə etmədiyiniz tətbiqləri rədd eləyin, getsin. Misal üçün baxın, məndə WhatsApp açıqdır, Temu, Spotify, namaz vaxtı və Mi Pult açıqdır. Mən WhatsApp-ı işlədirəm, çünki mənə zəng falan gəlir. Həm də telefonum biraz köhnədir, yəni Note 10 telefondur. Qoy məndə WhatsApp açıq qalsın ki, WhatsApp daha yaxşı işləsin. Ona görə WhatsApp-ı bağlamıram. Amma Temu mənə nə gərəkdir? Temu mən dəqiqədə işlətmirəm ki, ayda ildə bir dəfə girib çıxıram. Daha sonra Spotify-da yenə eyni qaydada Spotify işlətmirəm, bağlayıram və daha sonra burada Mi Pult var, bunu da bağlayıram. Namaz vaxtını bağlamıram, çünki yenə deyirəm, bu telefon köhnədir. Ola bilsin azanı oxumaya bilər, azandan mənə bildiriş gəlməyə bilər. Ona görə də WhatsApp-la namaz vaxtını açıq qoyuram. Və dostlar, burada bir funksiya da göstərim. Baxın, işləyən proqramların yanında işləyir yazır. Baxın, ChatGPT də işləyir, Discord işləyir, Disk işləyir və X-Recorder işləyir. X-Recorderi bildim, mən açmışam. Burada açıq-aşkar görünür ki, video çəkirəm də, yəni siz də görürsünüz. Bəs bu ChatGPT falan nədir? İndi bunları da bağlamağı göstərəcəm. Yəni bunlar baxın, istifadə etmədiyim proqram mənim telefonumda işləyir və telefonumu yorur. Bunları necə bağlayacaq? İndi irəliləyən dəqiqələrdə görəcəksiniz bunu. Və dostlar, yenə geri çıxırıq buradan, bir funksiya da göstərəcəm. Çıxın, ayarların ana səhifəsinə gəlin və burada baxın, əlavə tənzimləmələr var. Bura girin və görəcəksiniz ki, burada biraz aşağıya sürüşdürdükdən sonra burada yaddaş uzantısı deyə bir şey görəcəksiniz. Bellek uzantısı da yazıla bilər. Əgər telefonunuzun yaddaşı 128 GB və yuxarısıdırsa, burada istəsəz 5 GB seçə bilərsiniz. Bu nədir? Telefonunuzun RAM-ını artırır. Yəni telefonda 5 GB və yaxud da 3 GB nə seçmisinizsə, oradan götürür, o qədər GB verir RAM-a və bu da telefonun RAM-ının artmasına səbəb olur və oyunlarda yaxşı FPS verir. Mənim telefonumun yaddaşı boş olduğuna görə buradan 5 GB seçirəm.
belə qalır. 64 GB yaddaşınız varsa 2 və ya 3 GB da seçə bilərsiniz. Yəni belə bu telefonunuzun doluluğuna görə idarə olunur. Özünüz yoxlayarsınız bunu. Görəcəksiniz ki, ciddi bir fərq yaranıb. Və mənim gözəl dostlarım, az öncə mən burada sizə RAM-ı artırmaq dedim. Bu funksiya ilə RAM-ı artıra bilərsiniz dedim. Bəli, mən sizin üçün RAM artırmaq videosu da çəkmişəm. Yəni yaddaşı təmizləmək videosunu çəkdiyim kimi, eynən RAM artırmaq üçün də videomuz var. Yəni telefonun RAM-ını təmizləmə yollarını göstərirəm. Yəni dostlar, RAM da, yaddaş da təmizdirsə, telefonda qətiyyən donmalar, oyunda ilişmələr, FPS düşməsi falan yaşanmır. Ona görə də gedin bu RAM təmizləmə videomu da izləyin ki, telefonunuzu düzəldirsinizsə, problemi aradan qaldırırsa, bunu bir dəfəlik edin də. Niyə yarımçıq edirsiniz? Sağ üstə qoymuşam həmin videonu. Baxın və mütləq telefonunuzun RAM-ını təmizləyin. Burada bəlkə 5 dənə, 10 dənə düz ən qəşəng ayarları göstərmişəm. Mütləq keçin və bu videomuzu izləyin. Və dostlar, daha sonra yenə telefonumuzdan çıxış veririk. Yenə ayarların ana səhifəsi lazımdır. Ən üstə qalxın. Burada az öncə girdiyimiz yer, yəni telefon haqqında bölümü var. Burada girirsiniz. Görürsünüz ki, yaddaşın falan ən altında MIUI versiyası deyə bir şey yazılıb. Bunun üstündən 7-8 dəfə klikləyin. Alta yazılacaq ki, ehtiyac yoxdur. Siz artıq gəlişdiricisiniz yazılır. Belə bir şey yazılır. Bunu görsəniz bilin ki, hazırdır. Çıxın yenə ayarların ana səhifəsinə və buradan biraz aşağılara sürüşdürün. Əlavə tənzimləmələr var. Baxın, bir yağ girmişdik bu yerə. Bura girirsiniz, ən alta sürüşdürün və tərtibatçı seçimləri deyə bir şey var. Yəni az öncə biz bunu aktiv elədik, onu edərək, o hərəkəti edərək. Bura girirsiniz, burada bəzi gizli qəşəng ayarlar var. Burada biraz aşağıya tərəf sürüşdürəcəyik. Bizə bir funksiya lazımdır, onu tapmaq lazımdır. Funksiyanın da adı 4x MSA zorla yazılıb. Türkçədir bu, amma Azərbaycanca məcbur et yazılacaq. 4x MSA məcbur et. Baxın, gördüyünüz kimi həmin ayar buradadır. 4x MSA məcbur et yazılıb. Bu sizdə açıq olacaq. Bunu mütləq bağlayın. Baxın, mən də açdım və təzədən bağladım. Bunu mütləq bağlayın. Görəcəksiniz ki, yenə FPS-də fərq edir. Çünki bu da gərəksiz bir funksiyadır. Oyunlarda kənarlarda, yəni qıraqlarda belə əyriliklər falan olursa, bunu telefonu yoraraq həmin funksiyanı düzəldir və daha yaxşı görünməsinə səbəb olur, amma bu da gərək deyil. Axı sizə kompüter deyil ki, bu telefondur. Yenə buradan biraz da aşağıya sürüşdürün. Arxa plan proses limiti deyə bir şey var. Bura keçin. Baxın, məndə standart limit açıqdır, yəni limitsizdir deməkdir bu. Əgər telefonunuz çox köhnədirsə, yəni mənimki kimidirsə, PUBG-də o səs gəlirsə, o adamı narahat edici səs gəlirsə, burada siz 4 limit, 5 limit belə seçə bilərsiniz. Amma nəzərinizdə saxlayın ki, misal üçün 4 limit seçdimsə, yəni 4 proses seçdimsə mən burada, arxa planda yalnız 4 proses işlədə biləcəm. 5-ci proqrama keçən kimi burada avtomatik o proqrama yenidən qayıdıb girdiyimdə o proqram təzədəndən başlayacaq, yəni sıfırlanacaq deməkdir. Ona görə də bunu özünüz yoxlayın. Hansı əlinizə rahat gəlirsə onu işlədim. Mən standart limit istifadə edirəm. Çünki yəni məndə o qədər də ciddi PUBG falan oynamıram. Yəni ona görə də belədir. Brawl Stars oynayıram mən. Və daha sonra dostlar, yenə buradan da geriyə çıxın, yenə ayarların ana səhifəsi lazımdır. Buradan yenə aşağıya tərəf sürüşdürün və burada görəcəksiniz ki, ən alt tərəflərdə hesablar və sinxronlaşdırma var. Buraya da girin. Əgər sizdə data avto sinxronlaşdırması deyə bir şey var, bu açıqdırsa bunu da mütləq bağlayın. Baxın, belə bir şeydir, ok deyin, o funksiya bağlanacaq. Əgər YouTuber falan deyilsinizsə, sizə hər dəqiqə mail falan gəlmirsə, bunun burada açıq qalması vacib deyil. Yəni bağlayın, mən belə YouTuberam, YouTube-la falan məşğulam, hər dəqiqə mail falan gəlir, onunla belə bağlayıram. Çünki telefonu çox dondurur bu, əziyyətə salır telefonu, ona görə də bunu mütləq bağlayın. Və dostlar, yenə çıxın buradan, bu da axırki ayarlardan çıxırıq, çünki artıq ayarlarda bizim işimiz bitir. Az öncə mən sizə orada ChatGPT falan işləyir dedim, göstərdim hamısını. ChatGPT, Trendyol falan arxada çalışır, işləyir yazılmışdı. Onu bağlamağı göstərim, sonra videomuzu sonlandıraq. Bizim bu telefonumuzda təmizləyici və yaxud da təhlükəsizlik kimi proqramlar var. Baxın, təhlükəsizlik bu yaşıl olandır. Təmizlik isə zibil qabı işarəsi olur. Onu tapın. Mən həmişə bunu təhlükəsizlik tətbiqindən edirəm, çünki hamısı bu proqramın içindədir. Baxın, belə bir tarama edir tuşlar demişəm, yəni skanlama edir. İkinci burada sürəti artır yazılıb, raket işarəsi var. Buna basın, arxa plandakı gərəksiz zibil proqramları özü bağlayacaq. Baxın, 1 GB-lıq RAM-ımda yer açdı və o proqramlar rədd oldu, getdi. Yəni birbaşa bağlandı. Bundan sonra da bir şey göstərirəm. Burada baxın, geri çıxacaqsınız, gələcək baxın təmizləyici. Buna girəcəksiniz. Bu da yenə arxa planda gərəksiz nə varsa, hamısını həm bağlayacaq, həm də onların keşini təmizləyəcək. Baxın, yenə burada da demək olar ki, 2 GB-a yaxın yer açdı. Bu da telefonun yaddaşından yer açır. Yəni bayaqki raket RAM-dan yer açır, bu isə yaddaşdan açır. Bəli dostlar, təmizləyicidən də təmizlədik. Gördüyünüz kimi tam şəkildə açıldı burada. Yəni buranı da təmizlədikdən sonra o az öncə ChatGPT falan göstərdim, işləyə yazılmışdı. Onlar da bağlanacaq və rədd olacaq və telefonunuz çox yaxşı işləməyə başlayacaq bundan sonra.
Və son bir şey də deyim, gördüyünüz kimi telefonumuzun ana səhifəsi görünür burada. Burada dostlar çalışın proqramları çox dağınıq vəziyyətdə saxlamayın. Misal üçün üstdə nə bilim WhatsApp var, böyürdə TikTok var, sağ tərəfdə Instagram var. Belə qarış-quruş saxlamayın. Misal üçün baxın məndə əl altında istifadə etdiyim proqramlardır. Sağa keçdiyimdə də ikinci istifadə etdiyim proqramları hamısını qovluğa yığmışam. Bu səliqəli deməkdir. İstəsəm də belə də edib hamısına baxa bilirəm. Çalışın çox dağınıq eləməyin də. Misal üçün qarış-quruş olmasın, bura səliqəli olsun. Bunu da etdiyinizdə yenə oyunlarda o səs gəlmişdi ha. Az öncə o səs falan aradan qalxacaq. Çünki bu arxa planda siz oyun oynasaz belə bu arxa planınız olduğu kimi qalır belə və telefonda donmalar falan yaradır. Ona görə də çalışın bura səliqəli qalsın. Bəli dostlar, sizə verəcəyim ayarlar bunlar idi. İnşallah göstərdiyim bu ayarlar sizin telefonunuzdakı donmanı falan aradan qaldırmışdır. Sağda solda izləyə biləcəyiniz videolar çıxdı. Bunlara da baxa bilərsiniz, amma hələ videodan çıxmayın. Mənim kanalımda belə faydalı FPS artırma, yaddaş təmizləmə və bunun kimi telefonlara aid hər cürə videolarımız var. Bunlara baxmaq istəyirsə, belə videoların davamını istəyirsə, aşağıdan kanalımıza abunə olub videomuza like atın. Bir də bildiriş zəncini də aktiv edin ki, belə videolar atdığımızda öncədən xəbər tutasınız. Az öncə qeyd etdiyim kimi sağa sola videolar qoymuşam. RAM artırmaq və yaddaş təmizləmək videolarıdır. Onlara da mütləq baxın. Sağ olun, salamat qalın.